Əslində karma deyə insanları qorxuzub, yəni hamı karma deyəndə çox o qədər təlaş keçirdir ki, görəsən bu karmadır. Hətta elə suallar gəlir ki, filan şey olub, yəni yadıma düşmür. Bu görəsən karmadır. Deyirəm ki, ay balam, bir həyatınızdakı bir işlərə baxın, əməllərinizə də baxın. Elə sən hamısını yıxdın nənə-babaların Karmanın, boynuna, karmaya. Axı sən dünən elədiyi bu gün biçə bilərsən, dünən əkdiyi. Çünki vaxt zaman yenə deyirəm darlaşıb, yaxınlaşıb bayaqdan 30 günə olan şey indi 3 saatın içərisində təzahür eləyir. Bəli. Sənin neqativlərin də, sənin pozitivlərin də. O zaman nə etməlisən sən? Elə karmanı elə bugünkü gündə burdan biçirsən. Karma, yəni o mən dedim o yaddaş yazılır. Keçən verilişimizdə dedim ki, uşaq ana bətnindən, bətnindən çıxan kimi yaddaş yazılır. Yaddaş yazılırsa bu gedir bilinçaltına. Bilinçaltındadırsa bunu bizə həmişə bizim, bax şeytan onu bizim keçmiş həyatımızda olan bir hadisə kimi dürtür. Sən filan həyatında, məsəl üçün insana elə gəlir ki, onun əvvəlki həyatı olub, orada bu. Yəni ruh buna xatırladır ki, bu filan iş görmüşdü, filan pis işi görmüşdü və indi də onun bədəlini ödəməlidir. İnanın ki, çox adam çalışır ki, nəyisə tələfi eləsin, bədəl ödəsin, yəni onun əvəzini versin. Ona da deyirlər acılarla təkamül. Yəni o karmanı ödəməyə çalışır. Deyir ki, hə, mənim o məsələn 4-dən karması var. Nənə-babalarım qəlb qırıb, kiminsə yəni ailəsini dağıdıblar, ya bu özləri ailə ola bilməyib. Elə mənim də qəlbim qırılsın. Ailə dizimindən də, ailə cəhətdən qəlbim qırılsın ki, ya ata buna pislik eləsin, ya ana buna nəyisə eləməyə qoymasın, ya bacı, qardaş, dava qırğınları ki, bu adam karmasını ödəsin. Olur. Deyir ki, həmişə də şikayət edir ki, bu oldu, o oldu, amma içində elə bir ki, ruh deyir ki, karma ödəyirəm. Yəni karmanı yerinə yetirirəm. Bax, karma budur. Əslində çox sadə şeydir. Bilirsiniz bu nədir? Biz əgər anlayırıq, bax, numeroloji orada dövrəyə girir ki, bizə çox lazımlıdır. Ona görə deyirəm ki, məsələn, bir uşağın, bir ananın, bir qadının, bir gəncin o dəqiqə çıxır hamısı ki, sənin karman nədir? O dəqiqə oradan elə bir ki, ruh da orada xatırlayır. Bu imiş. Sonra başa salırsan ki, o yöndən yaxşı bir iş gör, savabın nənə-babalara göndər, bitdi, rahat ol. Karma falan yoxdur. Ümumiyyətlə insan seçir. Sən seçsən ki, mənim karmam yoxdur. Mən buradan bir yaxşı iş görüb nənə-babama göndərəcəm. Hər işim açılacaq, önüm açılacaq. İnanın ki, elə də olur.